Zaqatalada ağır yol qəzası baş verib. Doğru Xəbər Azərbaycan Lentaza istinadən xəbər verir ki, hadisə Zaqatala Qax yolunun rayonun Muxax kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, Opel və Vaz 21099 markalı avtomobillər toqquşub. Nəticədə Vazın sürücüsü Laçın Hacıyev hadisə yerində ölüb, bir neçə nəfər isə yaralanıb. Əldə etdiyimiz məlumata görə qəzada ölən şəxs Zaqatalanın icra başçısının sürücüsüdür. Sabirabadda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Rayon sakini 59 yaşlı Rafət Xancanov yaşadığı evin həyətində elektrik cəryanı vurması nəticəsində dünyasını dəyişib. Hadisənin ehtiyatsızlıq səbəbindən baş verdiyi bildirilib. Faktla bağlı araşdırma aparılır. Gürcüstanda fəaliyyət göstərən Qeyrət Təşkilatının təsisçilərindən biri ictimai xadim Əlibala Əsgərov vəfat edib. Aktual G xəbər verir ki, o avqustun 9 axşam saatlarında dünyasını dəyişib. 70 yaşlı Əsgərovun uzun sürən xəstəlikdən sonra öldüyü açıqlanıb. Qeyd edək ki, Əlibala Əsgərov uzun müddət Gürcüstanda yaşayan azərbaycanlıların hüquqları, sosial problemləri, ana dili və təhsil məsələləri, eləcə də icmanın ictimai-siyasi həyatda fəal iştirakının təmin olunması istiqamətində fəaliyyəti ilə tanınıb. Bugün səhər saatlarında Balakən rayonunda ölümlə nəticələnən dəhşətli avtomobil qəzası olub. Belə ki, Hyundai, Kia və Toyota markalı avtomobillərin toqquşması ilə nəticələnən zəncirvarı qəza qeydə alınıb. Daxili İşlər Nazirliyinin mətbuat xidməti bildirir ki, faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. Hadisə nəticəsində 3 nəfər ölüb. Bunlar Hyundai markalı avtomobilin sürücüsü Horsova Məryəm Kamil qızı, Toyota'da olan Mütəllibov Rəşad Yaşaroğlu və Balakən rayon Sarıbulaq kənd sakini olan digər şəxsdir.